Bir daha salam. Bugün sizlə biz e, Konstitusiyanın böyük maddələrindən biri sayılan şəxsi toxunulmazlıq hüququndan danışacağıq. Bu da təbii ki, bizim ümumiyyətlə vacib hüquqlarımızdan biridir. Yəni hər bir şəxs bundan bilsə və bu maddə ilə bağlı məlumatda olsa çox yaxşı olar. Belə ki, yenə deyir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Bu bəlli məsələdir. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Yəni qanunun yol verdiyi hallar ola bilər ki, məsəl üçün ola bilər ki, bir həyat yoldaşları arasında bir məişət problemləri ola bilər və bu da şəxslərin həyatına təhlükə edə biləcək bir hal baş verə bilər onların arasında. Bu kimi hallardan savayı ümumiyyətlə şəxslərin ümumiyyətlə şəxsi və ailə həyatına müdaxilə etmək olmaz. Ki biz hər kəs olaraq şəxsi və ailə həyatımızın qanunsuz müdaxilədən bunu müdafiə edə bilərik. Öz razılığı olmadan, məsəl üçün, bugün hər hansı bir şəxs, deyək ki, adlı şəxs mənim razılığım yoxdursa, bu mənim şəxsi həyatım. Şəxsi həyatım içərisində ailə həyatım, özümə aid fərdi məlumatlar, ailə həyatıma aid məlumatlar, bunların hər biri bunun içərisində gedir. Şəxsi haqqında məlumatın bax toplanılmasını, 4 amil var burada. Saxlanılmasını, istifadəsinə və yayılmasına yol verilmir. Buna yalnız mənim razılığım əsasında yol verilə bilər. Bir də deyir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla. Bu istisna hallar hansı hallardır? Əməliyyat axtarış tədbirləri. Əməliyyat axtarış tədbirləri keçirilən hallar zamanı sənin xəbərin olmadan belə, sizlərin xəbəriniz olmadan belə, onlar, yəni əməliyyat axtarış tədbirini həyata keçirən qurumlar tərəfindən deyək, siz izlənə bilərsiniz. Foto, video çəkilişinə məruz qala bilərsiniz. Amma qalan hallarda heç kəs bir-birinin bu hüququnu poza bilməz. Yəni heç kəs bir-birinin xəbəri olmadan və ya etirazına baxmadan izləyib, səs yazısına məruz qoymaq, foto çəkilişinə, video çəkilişinə məruz qoya bilməz. Belə deyə bilərik. Burada bir iki dənə fərqli məqam var. Ola bilər ki, bax, birincidə fikir verirsiniz, yəni deyək ki, bax, misal üçün belə deyək, deyək, qanunla verilmiş hallar istisna olmaqla. Yaxşı, deyək ki, misal üçün, qanun yol versəydi ki, bizim şəxsiyyətimiz haqqında məlumat toplanılsın, saxlanılsın, istifadə olunsun, yayılsın. Tutaq ki, yaxşı, əməliyyat axtarış tədbirləri zamanı tutaq ki, mənim şəxsi həyat haqqında məlumat topladılar. Durub mən məsəl üçün ailə həyatım, şəxsi həyatımı yaya bilərmi hər hansı bir əməliyyat axtarış tədbirini həyata keçirən qurum? Əlbəttə ki, yox. Çünki burada artıq mənim hüququm kobud surətdə pozulmuş olur. Ona görə ikinci bənddə görürsünüzmü? Qanunun yol verdiyi hallar istisna olmaqla deyil. Çünki səs yazısı başqa, video, çəkiliş, digər bu cür hərəkətlər ki, məruz qoyula bilməz. Amma razılıq olmadan, razılıq məsələsi şəxsi həyata aiddir. Ümid edirəm ki, bunun fərqində başa düşə bilərsiniz. Bax, biz WhatsApp-da, misal üçün, Instagram-da yazışırıq da, müəyyən sosial platformalarda. Deyir ki, telefon danışıqlarımız, post teleqraf göndərişlərimiz var ki, yəni bunlara dövlət təminat verir ki, bunlarda bizim sir söhbətlərimiz var da, bunları kimsə qıra bilməz öz başına öz istədiyi kimi. Çünki buna dövlət təminat verir. Amma dövlət bəzən bunu ə, necə deyim, məhdudlaşdırır ona görə ki, ola bilər ki, bir cinayət baş verəcək, cinayətin qarşısını alsın və yaxud da ki, baş vermiş bir cinayət işi zamanı bir cinayət işi baş veribdir, həqiqətin üzə çıxılmasının ötürü artıq məhdudlaşdırılacaq. Qırılıb baxılacaq mesajlara ki, görək bu cinayətdə təqsirkarlar kimlərdir, hansı səbəbdən baş verir, həqiqəti üzə çıxılmaqdan ötürü məhdudlaşdırılacaq. Yenə deyir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla. Yenə, yəni bizim haqqımızda əməliyyat axtarış tədbirləri zamanı toplanılan məlumatlar daha doğrusu istisna olmaqla biz bizim haqqımızda toplanılmış məlumatlara tanış ola bilərik. Amma mənim haqqımda tutaq ki, əməliyyat axtarış tədbirləri zamanı məlumat toplanılırsa, mənim hüququm yoxdur onunla tanış olmağa. Amma qalan halda kim mənim haqqımda məlumat toplayırsa, mən onu tanış ola bilərəm. Və hətta mənim hüququm var ki, mənim barəmdə toplanan, həqiqətə uyğun olmayan, tam olmayan, qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmə hüququm var. Bunu ləğv edin. Yenə deyir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yenə əməliyyat axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, üçüncü şəxslər, tutaq ki, mən hər hansı bir B adlı vətəndaşın elektron formada deyək ki, çünki artıq birisi də MyGov-da da məlumatlar olur. Kağız üzərində də bizim belə deyək ki, də məlumatlarımız olur. Həmin məlumatlara daxil olmaq qadağandır. Yəni mən durub misal üçün B adlı vətəndaş haqqında məlumat öyrənmək istəyirəmsə, qanunsuz bir şəkildə elektron formada və ya kağız üzərində onun informasiya ehtiyatlarına, yəni ki, onunla bağlı olan informasiya ehtiyatlarına daxil ola bilmərəm. Bu qadağandır. Və məlumatın aid olduğu şəxsin deyir, buna razılığını aşkar ifadə etdiyi hallar.
Yəni də ayrı seçkili yol verilmiş anonim xarakterli statistik məlumatlar. Şolar statistik məlumatlar başqa bir anlayışdır. Anonim xarakterli statistik məlumatlar başqa bir anlayışdır. Anonim xarakterli statistik məlumatlarda yəni konkret bir məlumat yoxdur, dəqiq bir məlumat yoxdur. Məsəl üçün qrupda deyək ki, məsəl üçün 10 nəfər var. Mən deyirəm ki, qrupun misal üçün deyək ki, ya dedik qrupda 100 nəfər var. Mən deyirəm ki, o 100 nəfərdən misal üçün qızlar var, oğlanlar var, amma dəqiq say demirəm. Misal üçün demirəm ki, 50 nəfər qız var, 50 nəfər oğlan var. Konkret statistik məlumat vermirəm. Anonim xarakterli verirəm. Bu bir növ nə olur? Anonim xarakterli statistik məlumatlar olur. Bunların emalı və qanunun yol verdiyi digər deyək ki, hallar istisna olmaqla informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Fərdi məlumatlar da təbii ki, bayaq dediyim kimi, onların fərdi məlumatlar haqqında qanun var. Bunların da dairəsi, emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizə şərtləri qanunla müəyyən olunur. Mənzil toxunulmazlığı deyəndə, məsəl üçün, deyir ki, qanun yol verdiyi hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşanan iradəsində kimsə, yəni ki, heç kəs mənzilə daxil ola bilməz. Ə, Bu boşanma hallarında da səhv eləmirəmsə var. Belə ki, misal üçün cehizi yığmağa gedən tərəf orada qərar olmalıdır ki, misal üçün gələnlər götürsünlər də o qərarla yoluna, misal üçün əşyasını deyim. Yəni bu hallar istisna olmaqla ə, mənzildə yaşayanların iradəsi ilə heç kəs mənzilə daxil ola bilməz. Yəni hətta ən yaxınlarımızın belə xəbəri olmadan ora onların mənzilinə daxil olmaq bir növ nədir? Qadağandır. Nikah hüququ demir 18 yaşa çatdıqda məsəl üçün qanun nəzərdə yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılacaq. Heç kəs zorla evləndirilə bilməz, təbii ki. Nikah valideyn dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə olunur. Dövlət çox uşaqlı ailələrə yardım göstərir. Bəzən testlərdə bunu az təminatlı ailə kimi verirlər, amma bu çox uşaqlı ailələrdən söhbət gedir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Çünki bəzən niyə hüququ deyir? Valideyn bəzən övladından imtina edə bilir. Yəni ona görə durub valideyni məsəl üçün ittiham eləmirlər ki, niyə övladından imtina elədin? Çünki o artıq dövlətə keçir. Ona görə burada hüquq deyir. Bir də 5-ci bənddə təbii ki, fikir versə çox yaxşı olar. Deyir, valideynlərə hörmət etmək, bir də onların qayğısına qalmaq uşaqların borcudur. Bəli, zaten bu bəlli məsələdir. Amma biri artıq növbəti situasiya indi baxın. Deyir ki, birinci növbədə uşaq deyir 18 yaşa çatır. Əmək qabiliyyətli uşaqlar. İndi 18 yaşına qədər əlilliyi olan uşaqlar da var ki, onların əmək qabiliyyəti yoxdur. Yəni bir növ uşaq 18 yaşına çatmalıdır. Uşağın əmək qabiliyyəti olmalıdır və o necə valideynləri saxlamağa borcludur? Əmək qabiliyyəti olmayan valideynləri saxlamağa borcludur. Yəni əmək qabiliyyəti olan valideynləri demir. Əmək qabiliyyəti olmayan valideynləri saxlamağa borcludur. Belə bir məsələ var burada. Əmək hüququ, əmək deyir ki, fərdi və ictimai rifahın əsasıdır. Bax, bu gün misal üçün siz işləyirsinizsə, tutaq ki, fərdi olaraq da, yəni rifahınız yüksək olacaq. Çünki maaş alacaqsınız, o maaş əsasında da müəyyən maddi məişət tələbatlarınızı da ödəmiş olacaqsınız. İctimai isə deyək ki, məsəl üçün bir kənddə deyək ki, məsəl üçün 100 nəfər adam yaşayır, o 90 nəfər işləyir. Deməli, o adam 90 işləyirsə, deməli, o kəndin ictimai rifahı çox yaxşıdır da, yəni. Bax bu şəkildədir. Belə başa düşün bunu və biz əməyə olan qabiliyyətimiz əsasında özümüzü sərbəst surətdə, kimisi dövlət qulluqçusu olmaq istəyir, kimisi özəl sektoru sevir, kimisi nə banklarda işləməyi sevir, kimisi qeyri-hökumətli təşkilatlarda işləməyi sevir, fərqi yoxdur. Buna əsasən biz özümüzə peşə, məşğuliyyət və iş yeri seçmək hüququmuz var. Heç kəs zorla işlədilə bilməz. Zaten əmək müqavilələri sərbəst bağlanır. Məcbur edilə bilməz heç kəs buna. Amma deyir ki, bəzi hallarda məcburi əməyə yol verilir. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzarətə məcbur əməyə cəlb etmək. İslah işləri ola bilər, həbsxanada müəyyən işləri gördürmək halları var. Hərbi xidmət zamanı, bunu daha çox indi oğlanlar bunu bilir. Belə deyə bilərəm ki, məsəl üçün orada zabitlər əsgərlərə əmr verir ki, əsgər falan sən iş görməlisən. Bu təbii ki, könüllü deyil. Artıq bu bir növ məcburidir ki, səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi bir növ nədir? Məcburidir. Bir də fövqəladə və hərbi vəziyyət zamanı ola bilər ki, yoldaşlar belə deyək, ümumiyyətlə ə, təbii fəlakət baş verə bilər və bununla bağlı işlərin görülməsi zamanı vətəndaşlar həmin işlərə cəlb oluna bilər. Artıq bu da könüllü deyil. O işlərin aradan qaldırılması kimi hallarına yol verilə bilər. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək bu bəlli məsələdir. Çünki o mütləq əməyin təhlükəsizliyi təmin olunmalıdır əmək şəraitinin. Heç bir ayrı seçkilik qoyulmadan dövlətin bax orta əmək haqqı miqdarı demir, minimum əmək haqqı miqdarı və artıq 400 manat oldu bildiyiniz qədərindən haqq almaq hüququmuz var.
İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ var. Yoldaşlar, baxın burada bəzi tələbələr ola bilər ki, nüansları qaçıra bilər. Burada sosial müavinət sözünü görüb, gəl sosial təminata calaşdıra bilər onu. Buradakı işsizlərdə hamı üçün olan işsizlərdən söhbət getmir. Yəni buradakı işsizlər bir növ bilirsiz necədir? Tutaq ki, adam 7-8 il işləyirdi, sonra ixtisara düşür, işindən olur, məsəl üçün qalır. Ona bir növ müavinət qismində ödənilir. Səhv eləmirəmsə, bu da 6 ay miqdarında işçiyə iş tapana qədər aldığı maaşın bütöv miqdarı verilir. 3 ayda yarısı miqdarda maaş verilir ki, özünü iş tapsın 9 ay ərzində. Bu bir növ onun sosial müavinətidir və dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Tətil hüququ necə ola bilər? Tətil, yəni işə etiraz deməkdir. Hmm, yəni tək başına və başqa tətil edə bilərik. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmə hüququ yalnız qanunla nəzərdə hallarda məhdudlaşdırıla bilər. Baxın, indi siz hər biriniz gələcəyin deyək ki, dövlət qulluqçularısınız və dövlət qulluqçuları əmək müqaviləsi əsasında işləyəcəklər və dövlət qulluğu haqqında qanunun 20-ci maddəsi dövlət qulluqçusuna tətil etməyi məhdudlaşdırır. Çünki sən dövlətdə işləyib dövlətə etiraz etmək də bir ağır bir məsələdir. Yəni bir növ digər əmək müqaviləsi əsasında işləyənlərin də yəni deyək ki, tətil hüququ məhdudlaşdırıla bilər. Və amma deyək ki, hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. Niyə? Bir növ uşaqlar, ümumiyyətlə silahlı qüvvələrdə belə deyək ki, bunlar intizam, yüksək intizam əsasında qurulur hərbi sistemlər. Və ümumiyyətlə hərbi qulluqçular Azərbaycanın dövlətin milli təhlükəsizliyinə xidmət edən adamlardır. Bunların yəni etiraz eləmək hüququ ola bilməz. Bunlara ona görə icazə nədir? Verilmir. Fərdi və kollektiv əmək mübahisələri də qanunla mənim qədər həll olunur. Yəni o rəhbərlə ola bilər ki, sənin fərdi qaydada münasib problemlərin ola bilər, həmçinin kollektiv qaydada ola bilər. Bir də lokaut. Lokaut nədir? Yəni bir növ deyək ki, müəssisənin rəhbəri müəssisəsini bağlamaq yolu ilə belə bir işçilər kütləvi şəkildə işdən azad olunmasıdır. Bu da 2016-cı ildən bəri ləğv olunubdur. Yəni bir növ qanunla minmiş hallar istisna olmaqla lokaut qadağandır. İstirahət hüququ çox aydın məsələdir zaten. Ə, Əmək müqaviləsi işləyənlərə, yəni 8 saatdan artıq iş günü, istirahət və bayram günləri və ödənişli 21 təqvim gündən az olmayan məzuniyyət hüququ təmin olunur. Sosial təminat hüququ dedik, sosial təminat hüququ vardır. Kimin ki yardıma möhtacdırsa ilk növbədə ailə üzvlərinin borcudur ona kömək eləmək. Qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda, məsəl üçün 65 yaş, adamın xəstəliyi var, əlilliyi var, ailə başçısını itirdiyinə görə. Bəzən testlərdə bunu ailə üzvü itirdiyinə görə yazır. Uşaqlar, Allah eləməsin, heç birinizə bunu arzulamıram. Təbii ki, ə, ana ölsə və ya bacı qardaş ölsə, ora həmin şəxslərə sosial təminat düşmür. Amma ata ölsə, düşür. Əmək qabiliyyətini itirdiyinə görə adam, işsizliyə görə və qanun yol verdiyi digər hallarda. Məsəl üçün, bunlara kimləri deyə bilərik? Məsəl üçün, qazilərimiz ola bilər, veteranlar ola bilər. Bunlar da sosial təminatdan istifadə etmə hüquqları var. Bunlar da təmin edir dövlət. Belə deyək. Bunların da təqaüdlərin və sosial müavinətdən. Sosial müavinət anlayışı sosial təminatın tərkib hissəsinə aiddir. Sosial təminat genişdir, sosial müavinət üçün konkretdir. Yəni bir növ deyək ki, növü artıq müəyyən olur. Sən hansı növə görə, hansı səbəbə görə o sosial təminatdan istifadə edirsən, tutaq ki, xəstəliyinə görə sənin sosial müavinət təyin olunur. Bu konkretdir. Bunların hamısı sosial təminatın içindədir. Sosial müavinət konkretdir. Bunların da minimum məbləği qanunla müəyyən olunur. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün nədir? Şərait yaradır. Sağlam ətraf mühitdə yaşamaq hüququ. Sağlam ətraf mühitdə yaşamaq hüququmuz var. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq. Ola bilər ki, məsəl üçün, ətraf mühitdə hər hansı bir hadisələr baş verir. Ya çirklənmə ola bilər, hava pozğunluğu ola bilər, məsəl üçün deyək ki, havada nəsə zəhərli maddələr ola bilər və s. Bu kimi, yəni ekologiya ilə bağlı, yəni deyə bilər ki, ətraf mühitlə bağlı nəsə proseslər gedir. Bunu təbii ki, biz məlumat toplamalıyıq ki, maksimal dərəcədə biz hərəkət edərkən, qərar qəbul edərkən diqqətli olaq da, yəni ətraf mühitin əsl vəziyyəti haqqında məlumatı biz bilək. Ekoloji hüquq pozma ola bilər. Çirklənmə, zərərli maddələrdən istifadə olunması zamanı bizim sağlamlığımıza və əmlakımıza zərər vurula bilər. Və bunun da əvəzini təbii ki, biz ala bilərik. Belə bir hüququmuz var. Bir də heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Görürsünüz, uşaqlar deyir ki, qanun yolu dediyi hədlər. Zaten onsuz sənayələrin mövcudluğu bir növ ətraf mühitə zərərdir də. Görün, nə qədər məsəl üçün havaya qaz buraxırlar. Amma onlar da olmasa təbii ki, bu da biraz dövlətin inkişafı üçün çətinlik yaradır. Yəni bir növ qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz heç kəs.
Bir də dövlət ekoloji tarazlığın saxlanılması. Misal üçün, özünüz görürsünüz ki, qoruqlar, yasaqlıqlar, milli parklar yaradıbdır ki, dövlət ekoloji tarazlığı saxlasın. Həm orada endemik bitkilər, nadir heyvanlar, nəsli kəsilməkdə olan, nəsli təhlükədə olan heyvanları qorusun, saxlasın. Amma fikir verirsiniz, ümumiyyətlə, dövlət bütün yabani bitkilər və vəhşi heyvanların hamısının növlərinə qorunmasına təminat vermir. Ancaq onların qanunla verilmiş növləri var. Bayaq dediyim kimi, nəsli təhlükədə olanların. İndi misal üçün dağa gedirsən, məsəl üçün orada da zaten yabani bitkilər vardı, onsuz da. Durub onu sən oradan qopartdığına görə durub sən cəzalandırası deyil ki, kimsə ki, niyə qopartdın? Məsəl üçün yabani bitkilər var ki, məsəl üçün dəmir ağacı, qarmaqvari şam, bunlar hər bir qorunur. Çünki onlar yabani bitkilərdir. Çünki qanunla verilmiş növləridir onların. Başa düşdüyümü deyirəm ki, mədəniyyət hüququ hər kəsin mədəniyyətdə iştirak etmək, mədəniyyət tədbirlərində, nə festivallarda, mədəniyyət təsisatları, muzeylər, məsəl üçün, teatrlar, kukla teatrlar, amfiteatrlar və s. mədəni sərvətlərdən rəsm əsərləri ola bilər, sənətkarlıq əsərləri ola bilər. Bunlardan istifadə etmək hüququmuz var. Və biz tarixi, mədəni və mənəvi irsi hörmətlə yanaşmalıyıq. Qayğı göstərməliyik və tarix və mədəniyyət abidələrimizi qorumalıyıq. Sağlamlığın qorunması hüququna bağlı belə bir şey deyə bilər ki, biz sağlamlığı qorumaq və tibbi yardım almaq hüququmuz var. Yenə də fikir verirsinizmi? Səhiyyə də iqtisadiyyatı kimi müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərir. Yəni özəl xəstəxanalar var, dövlətin mülkiyyətində olan xəstəxanalar var. Ola bilər ki, indi mən bələdiyyə mülkiyyətində olan xəstəxanalar da ola bilər. Bunların da inkişaf üçün zəruri tədbirlər görür. Sanitar epidemiologiya salamatlığına təminat verir. Fikir verin yoldaşlar, pandemiya dövründə nə qədər dövlət, yəni mütəmadi olaraq dezinfeksiya işləri görürdü. Sanitar epidemiologiya işləri görürdü. Yəni bu bir də tibbi sorğular tam müxtəlif növlər üçün imkanlar yaradır. Məsəl üçün tibb sahəsində ola bilər və ya başqa bir sahədə ola bilər ki, misal üçün insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktlar və hallar var. Bu da vəsvəli şəxsə məlum olubdur, amma vəsvəli şəxs onu bildirməyibdir, gizli saxlayıb bunu. E, Bu zaman o həmin vəsvəli şəxsə qanun əsasında məsuliyyətə cəlb olunacaqlar. Sonra biz bayaqdan baxdıq, hər kəs, hər bir vətəndaş, hər kəs deyəndə, yəni belə başa düşün ki, külliyyat kimi başa düşülür. Məsəl üçün, tutaq ki, bir qrupda 100 nəfər tələbə var, o 100 nəfər hər kəsdir. Amma mən hər hansı bir, tutaq ki, A adlı bir tələbənin adını çəksəm ki, filan kəs, o olur hər bir şəxs. Hər bir şəxs fiziki şəxs anlamında daşıyır. E, Amma hər bir vətəndaş da zaten söhbət gedir ki, buradan artıq fiziki şəxsin içərisində zaten bayaq dedim, hər bir şəxs fiziki şəxsdirsə, fiziki şəxslərin içərisində əcnəbilər və vətəndaş olmayan şəxslər də gedə bilər. Amma fikir verin, amma hər bir vətəndaş da zaten fiziki şəxsdir, amma vətəndaş olaraq ölkə vətəndaşı başa düşülür. Ya bunun təhsil almaq hüququ var. İcbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Yəni 11 illik orta təhsil almaq hüququnu təmin edir dövlət və təhsil sistemi dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətinə asılı olmayaraq istedadlı şəxslərin təhsil davam etdirməsinə dövlət zəmanət verir və dövlət minimum təhsil standartları müəyyən edir. Yəni ən azı məsəl üçün ibtidai siniflərdə oxuma, yazma bacarıqlarını təmin edir, nə bilim riyazi biliklərə sahib olur, yəni şəxslər. Sonra siniflər artdıqca başqa cür artıq bir növ standartlar formalaşmağa başlayır. Yəni bir növ dövlət minimum təhsil standartlarını müəyyən edir. Mənzil hüququ heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Uşaqlar, bu da bir növ görürsünüz, mənzil toxunulmazlığı hüququndan bəzən bunları eyni variantda verə bilərlər. Bunu imtahanda da verə bilərlər. Və bununla siz testlərdə də qarşılaşa bilərsiniz. Amma mənzil toxunulmazlığında bir növ iradə ziddi var da. Bir növ görürsünüz ki, kimsə sənin mənzilinə daxil ola bilməz. Amma burada öyle bir şey yoxdur. Burada deyir ki, yaşadığın mənzildən qanunsuz məhrum edilə bilməzsən. Dövlət deyir ki, yaşayış binalarının, evlərin tikintisinə rəvac verir. Rəvac vermək, yəni inkişaf elətdirmək mənasında deyir, çiçəkləndirmək mənasında ifadə edir. Yəni insanların da mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülür. Milli mənsubiyyət. Uşaqlar bilirsiniz ki, bizdə ümumiyyətlə Azərbaycan multikultural dövlətdir. Müxtəlif milli mənsubiyyətə sahib olan insanlar yaşayır. Onlar da öz milli mənsubiyyətini qoruyub saxlayırlar. Belə bir hüquqlar var. Kimsə də onları məcbur dəyişdirməyə məcbur edə bilməzlər. Yenə də ki, hər kəsin ana dili var məsəl üçün. İstədiyi dildə tərbiyə və təhsil almaq. Tutaq ki, mən bu gün rus dilində təhsil almaq istəyirəm. Budur. Və heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Yadınızdadır, ümumiyyətlə, biz insan və vətəndaş hüquqları və azadlıqların əsas prinsipi maddəsində demişdik ki, insan ləyaqəti qorunurdu. Görürsünüz, həmin gəldik bura çatdıq. Hər kəsin öz şərəf və ləyaqətini özü müdafiə edir. Amma fikir verirsinizmi? Şəxsiyyətin deyir şərəfi demir. Ləyaqəti dövlət tərəfindən qorunur və heç bir an şəxsiyyətin ləyaqətini alçaldırmasına əsas verə bilməz.
Heç kəs işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Könüllü razılığı olmadan üzərində tibbi və ya elmi başqa təcrübələr aparıla bilməz. Fikir və söz azadlığı. Yoldaşlar, mən ümumiyyətlə demişdim ki, azadlıqlar individual xarakter daşıyırdı. Yəni şəxsin özü ilə bağlı idi. Ee, Bu da gəldi artıq burada biz 5 dənə azadlığımız var. Konstitusiyada təsbit olunmuş, onlardan danışacağıq. Birinci fikir və söz azadlığı gəlir. Hər kəsin deyir ki, fikir və söz azadlığı var. Hər kəsin öz fikir və əqidəsi ola bilər və buna görə kimsəyi dönməyə məcbur edə bilməz. Amma bəzi fikirlərin, sözlərin deyilməsinə icazə verilmir. Niyə? Bu düşmənçilik yarada bilər. Necə bir düşmənçilik? İrqi, milli, dini. Tutaq ki, sən elə bir dini fikir irəli sürə bilərsən ki, bu sənin din yoldaşları arasında, yəni dindarlar arasında, insanlar arasında ədəvət və düşmənçilik oyada bilər. Bu cür təşviqat və təbliğata nədir? Yol verilmir. Vicdan azadlığı ümumiyyətlə sizin dinlə bağlı bütün münasibətləriniz demək olar ki, vicdan azadlığı ilə tənzimlənir və deyir ki, hər kəsin vicdan azadlığı var. Yəni sən deyir ki, dinə münasibəti müstəqil müəyyənləşdirmə. Yəni bir növ bu gün sənin tutaq ki, valideynin deyə bilməz ki, sən müsəlman olmalısan. Xeyr, sən onun özünü müstəqil müəyyənləşdirməlisən. Sən tək başına və ya başqaları ilə birlikdə etiqad etmək. Tutaq ki, indi yəqin ki, əksəriyyətiniz müsəlmandır. Belə deyə bilərik ki, sən tək başına da namaz qıla bilərsən, gedib məsciddə başqaları ilə birlikdə namaz qıla bilərsən. Etiqad edə bilərsən. Yaxud heç bir dinə etiqad eləmirsən, ateistsən tutaq ki. Və dinə münasibətlə bağlı deyirsən ki, məsəl üçün mən İslam'a inanmıram, məsəl üçün deyirəm, məndə şübhələr var, suallarım var, misal üçün. İfadə eləmək və yaymaq hüququn var. Burada heç bir problem yoxdur. Sən öz dinə qarşı olan münasibətini, əqidəni ifadə edə bilirsən. Bugün dini mərasimlər yeni itirilməsi, ictimai qaydanı pozmursa və yəni bütün hallarda sərbəst deyil. İctimai qaydanı pozarsa sərbəst olmayacaq, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusu bəraət qazandırmır. Yəni sən bugün Allah adamı olmağın, dindar olmağın başqalarının hüquqlarını pozduğuna görə deyə bilməzsən ki, mən dindaram, Allah adamıyam. Bəraət qazanırım. Mən bəraət istəyirəm. Xeyr, bu sənə bəraət qazandıra bilməz. Heç kəs də kimsə öz dini etiqadını və əqidəsini ifadə etməyə məcbur edə bilməz. Kimsə qolundan tutub onu apara bilməz ki, gəl gedək sən aşura tədbirində tutaq ki, iştirak elə. Heç kəs bir-birini o dini mərasimlərə məcbur edə bilməz. Sərbəst toplaşmaq azadlığı da bax burada da görürsünüz ki, burada artıq tək başına söhbət deyil də. Çünki biz başqalarla toplaşa bilərik ancaq. Və biz dövlət orqanlarını qabaqcadan xəbərdar eləməklə ictimai qaydanı və ictimai əxlaqı pozmamalıyıq. Dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, küçə yürüşləri keçirmək və piketlər düzəltmək hüququmuz var. Məlumat azadlığı. Bax biz istədiyimiz məlumatı kefimiz istədiyimiz yolla axtara bilmərik. Biz onları qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlayıb və yaymaq azadlığımız var. Kütləvi informasiya bugün azaddır. Qəzetlər, digər kütləvi informasiya vasitələri və dövlət senzurası qadağandır. Mətbuatda da kütləvi informasiyalardan ki, dövlət senzurası nədir? Dövlət nəzarəti deməkdir. Bir də ola bilər ki, məsəl üçün mənim haqqımda qəzetdə bir məlumat dərc olunub tutaq ki, mənim hüquqlarım pozulub. Deyirlər ki, misal üçün deyək ki, bu adam nə bilim, hüquqlarım kobud surətdə tapdalanıbdır. Mənim mənafələrimə xələl gətirirlər. Bu məlumat mənim mənafələrimə xələl gətirir. Məni insanların gözündə nüfuzdan salır. Bu cür məlumatı mən təqsim edirəm, elə bilərəm, yəni hüququmdur və mənim ona cavab vermək hüququma təminat verilir. Vətəndaşlıq hüququ. Baxın yoldaşlar, kimlər deyir ki, yəni 52-ci maddədə deyir ki, kimlər Azərbaycan vətəndaşıdır? Dövlətə mənsub olan, siyasi və hüquqi bağlılıq. Gəlin baxaq siyasi. Siyasi biz nədir? Referendumda iştirak eləyirik. Seçkidə iştirak edirik, eləyirik. Siyasi partiyalara üzv ola bilirik. Sonra, nə bilim, siyasi partiyaların fəaliyyətində iştirak edə bilirik, eləyirik. Bax, bu bizim siyasi bağlılığımızdır. Hüquq isə, misal üçün, mənim dövlətlə hüquqlarım var. Məsəl üçün, dövlət mənə hüquqlar, yəni dövlətdə mən hüquqlara sahib oluram, hüquqları yerinə yetirirəm, hüquqlarımdan doğan vəzifələri mən icra edirəm. Yəni bir növ mən dövlətimin qanunlarına tabe sayılıram, mənim münasibətim var bunun hüquq baxımından və hüquq və vəzifələri olan şəxs, yəni başa düşdük ki, məsəl üçün biz vergilər ödəyirik, tarix və mədəni abidələrini qoruyuruq, qanunlara əməl eləməliyik, əməl eləməsək onun vəzifəsinin məsuliyyətini daşıyırıq misal üçün ki, biz Azərbaycan vətəndaşıyıq. Azərbaycan ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərin biri Azərbaycan vətəndaşı olan şəxs də Azərbaycan vətəndaşıdır. Sonra bizə konstitusiya deyir ki, yəni, dövlət vətəndaşının artıq təminatını artıq icra edir, təminat verir ona. Deyir ki, vətəndaşdan hansı hallarda məhrum edilə bilmir? Məhrum edilə bilməli. Amma mötərizənin deyir ki, itirilmə halları. Məsəl üçün, Azərbaycan
vətəndaş nə zaman vətəndaşlıqdan çıxır, itirilir onun vətəndaşlığı, məhrum edilir. Başqa dövlətin vətəndaşlığını qəbul elədikdə, saxta sənəd təqdim etmək yolu ilə vətəndaşlıq almaq istədikdə, sonra terror aktlarına qoşulduqda və yaxud da ki, dini ekstremlərə qoşulduqda, o fəaliyyətdə iştirak elədikdə, terrora görə suçlandıqda, bu kimi hallarda Azərbaycan vətəndaşı vətəndaşlıqdan məhrum edilir. Əslində çoxdur səbəblər, sadəcə onları qısa deyirəm ki, başa düşəsiniz. Bu halda məhrum edilir. Ancaq heç bir halda sən artıq istisnasız olaraq heç bir dövlətə qovula və ya xarici dövlətə verilə bilməzsən. Ərazimizin kənarda, ola bilər ki, bizim valideynlərimizin bəziləri, məsəl üçün biri Rusiyadadır, məsələn qohumlarımızdan hər hansı bir Türkiyədədir. Onlar müvəqqəti və daimi də yaşaya bilərlər. Onların hüquq müdafiəsi təminat verir. Yəni bir növ bizi müdafiə edir dövlətimiz və bizə hamilə edir. Bir növ sahib çıxır da bizə. Başa düşürsünüzmü? Yəni bax belə bir şey, belə bir təminatımız var. Biz vətəndaş olaraq yenə burada fikir verirsinizmi? Hər kəsə aid olan bir hüquq deyil. 54 məsəl üçün vətəndaşlarımıza aid olan biridir. Cəmiyyətin və dövlətin siyasi həyatında, seçkilərində, referendumunda, siyasi partiyaların fəaliyyətində iştirak etmə hüququmuz var. Qiyama və ya bax burada demir ki, dövlət qulluqdur, daha doğrusu vətəndaşın borcudur demir. Deyir dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək. Məsəl üçün biz çünki Azərbaycanın yetər qədər ordusu var ki, o qiyamın çevrilişin qarşısını ala bilsin. Ona görə bunu vətəndaşa borc olaraq vermir, hüquq olaraq verir. Gələcəkdə müsahibədə iştirak edərkən bu hüquqdan istifadə edəcəksiniz. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Bəli. Biz bunu bilavasitə özümüz nümayəndələrimiz vasitəsilə həyata keçirə bilirik. Bax, biz dövlət orqanları, görürsünüz, vətəndaş olaraq dövlət orqanlarına qulluq etmə imkanlarına malikik. Dövlət, dövlət orqanlarının vəzifəli şəxsi, yəni nazirlər, baş nazir, hakimlər, məhkəmə sədrləri, onlar Azərbaycan vətəndaşı olmalıdırlar. Xarici vətəndaş ola bilməzlər. Əcnəbilər və vətəndaş olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyən olmuş qədər qəbul edilə bilərlər. Yəni qanunla müəyyən etdiyi qaydada odur ki, onlar vətəndaşlıq almalıdırlar. Seçki hüququ seçmək. Bugün siz deputat seçilə bilərsiniz. Seçilmək daha doğrusu siz özünüz deputat seçilə bilərsiniz və ya deputat seçə bilərsiniz. Ha belə siz referendumda iştirak etmə hüququnuz var. Çünki uşaqlar hər kəsə aid olan bir hüquq ola bilməz axı bu. Əcnəbi vətəndaş olmayan şəxs mənim bizdə seçkilərdə görürsə hər kəs demir, vətəndaş deyir. Çünki hər kəsin içərisində əcnəbilər və vətəndaş olmayan şəxslər də var. Onların bizim seçkilərdən onlara nə? Onlara nə aidət ola bilər ki? Yoxsa olmaz. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş. Fəaliyyət qabiliyyətsizliyi bilirsiz necə ola bilər? Ola bilər ki, məsəl üçün adam ruhi xəstəlik nəticəsində, əqli qüsurun nəticəsində adam öz hərəkətlərinin mənasını başa düşmür. Öz hərəkətlərinə cavabdehliyi daşıya bilmir bu adamın. Əqli qüsuru var. Ruhi xəstədir. Bu adamlar ümumiyyətlə yoxdur iştirak etmə hüququ. Yoxdur. Onlar getmir referenduma. Seçkiyə girib səs vermirlər. Başa düşürsünüzmü nə demək istəyirəm? Ümid edirəm ki, aydın oldu. Sonra deyək ki, hərbi qulluqçuları. Ümumiyyətlə, hərbiçiləri siyasətə çox vaxtı qarışdırırlar deyə, məhdudlaşdırırlar onları. Məsələn, deputat seçilmə hüququnu, hakimlərin, dövlət məmurlarının. Yoldaşım, bunlar dövlət məmurları, hakimlərdir. Bir növ nüfuzlu şəxslərdir dövlət məmurları. Bir növ, məsəl üçün, dövlət məmurları insanlarda belə bir fikir formalaşdıra bilər ki, dövlət məmuru seçilsə, demək bu insanlarda belə bir fikir formalaşdıra bilər ki, bu nüfuzundan istifadə edib də, sui-istifadə edib, məsəl üçün, səs toplayıb. Din xadimləri, ümumiyyətlə din bizdə siyasətə qarışdırmılır. Və yaxud da deyək ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər. Məsələn, cinayətkar gətirib, məsəl üçün, deputat olur. Bəs vətəndaşlar fikirləşəcək ki, cinayətkar necə deputat ola bilər? Yoxsa məhdudlaşdırırlar ki, bu artıq bir mənfi fikir formalaşa bilər axı insanlarda ki, cinayətkar gəlib deputat olur. Özə nə ilə? Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü. Qərar demir, hökm deyir. Çünki cinayət işlərinə bağlı məhkəmə hökm çıxarır, qərar çıxarmır. Ki, azadlıqdan məhrum edilirsə, bu adam, yəni bir də yenə də konstitusiyada və qanunda nəzərdə tutan digər şəxslərin seçilmə hüququ qanunla məhdudlaşdırıla bilər. Yenə də müraciət, yenə burada da görürsünüz, vətəndaşların deyil, dövlət orqanına şəxsən müraciət etmək, fərdi və kollektiv. Yəni mən fərd olaraq da müraciət göndərə bilərəm, kollektiv də yazılı müraciət göndərə bilərəm. Amma deyir, hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qədər istifadə edə bilər. Niyə? Bayaq dedik ki, biz hərbi qulluqçuların tətii etmə hüququ yoxdur. Müraciətin bir növü kollektiv, müraciətin bir növü şikayətdir. Əgər hərbi qulluqçu kollektiv müraciət edə bilsəydi, onda kollektiv şikayət etmək hüquqları da yaranardı. Onlar da şikayət edə bilməzlər. Bu dövlətin təhlükəsizliyinə birbaşa zərbədir. Ki, onlara yalnız fərdi qaydada icazə verirlər. Hər bir müraciətə də yazılı cavab verilir. Hansı müddətdə?
qanunla müəyyən olunmuş qaydada və müddətlərdə. Yəni vətəndaşların müraciət haqqında qanunda 15 iş günü ərzində deyib, 15 iş günü ərzində yazılı cavab verilir. Normaldır. Və biz vətəndaş olaraq ola bilər siyasi partiyalar, dövlət orqanları və vəsfəli şəxslər, həmkarlar ittifaqının və digər ictimai birliklərin fəaliyyətini və ya işini tənqid etmək. Bax, təhqir eləmək yox, tənqid etmək. Təhqir məsuliyyət yarada bilər. Amma tənqid icazə var ki, biz vətəndaş olaraq bəyənmirik, tənqid edirik tutaq ki. Tənqidə görə təqib qadağandır. Bu tənqidi nə yaza bilər imtahanda? Təhqir yaza bilər. Təhqir deyil, tənqidə görə. Amma təhqir və böhtan da göz tənqid sayıla bilməz. Birləşmə hüququ bayaq dediyimiz kimi yoldaşlar, biz birləşib sizlərlə özümüz bir siyasi partiya, həmkarlar ittifaqı, ictimai birlik yarada bilərik. Və ya mövcud birlik. Gözür bəziləriniz bəlkə də həmkar ittifaqına üzvüz, daxilsiz. Və bütün birliklər sərbəstdir. Buna təminat verilir. Amma istisnasız olaraq kimsə mənə hər hansı bir partiyaya, hər hansı bir birliyə daxil olmağa məcbur elə bilməz. Nə də qalmağa məcbur. Mən bəlkə çıxmaq istəyirəm. İstisnasız olaraq belədir. Bax, fərqi yoxdur. Azərbaycanın bütün ərazisi olduğu və ya hər hansı bir rayonunda deyək, hər hansı bir qəsəbəsində deyək ki, cinayətkar üsullardan istifadə edən, yəni dövlətə qarşı qiyam yaratmaq istəyən, dövlət çevrilişi eləmək istəyən, insanlarda çaxnaşma yaratmaq istəyən, yəni cinayətkar üsullardan istifadə edən birliklərə qadağandır. Onlar fəaliyyət göstərə bilməzlər Azərbaycan ərazisində. Heç biri. Yəni nə bütün ərazisi olsun, nə hər hansı bir güşəsi olsun. Ola bilməz. Konstitusiya və qanunları da pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Bax, bugün biz öz imkanlarımızdan, qabiliyyətimizdən, əmlakımızdan sərbəst istifadə edərək təkbaşa və başqaları birlikdə azad sahibkarlıq fəaliyyətində məşğul ola bilərik. Yəni sahibkarıq, nə bilim, ola bilər ki, telefon satışında məşğuluq, hər hansı bir digər iqtisadi fəaliyyət növündə məşğuluq. Fərqi yoxdur, qadağa deyil. Və dövlət sahibkarı sayəsində dövlət maraqları. Dövlət iqtisadi tənzimləmələri həyata keçirir, vergi tənzimləmələri həyata keçirə bilər. Sonra insan həyatı və sağlamlığın müdafiəsi bağlı tənzimləmə həyata keçirir. Çünki dövlət onun tənzimləmələri həyata keçirir ki, sahibkarlıq subyektlərində işləyən şəxslər də sağlamlığıyla bağlı onlar təhlükəsiz şəraitdə işləsinlər, sağlam şəraitdə işləsinlər ki, bu tənzimləməni həyata keçirir. Bir də var bizim hüquq və azadlıqlarımızın inzibati və məhkəmə təminatı. İnzibati uşaqlar, yəni belə deyə bilərik ki, məhkəmə deyil. Misal üçün, Allah eləməsin, heç birinizə bunu arzu eləmirəm. Tutaq ki, müsahibədən kəsilirsiniz və düşünürsünüz ki, sizin hüquqlarınız pozulub, siz bu müsahibədən keçməliydiniz, amma kəsilmisiniz. Nazirliklərdə Apellyasiya Şurasına müraciət eləməyiniz bir növ inzibati qaydadadır. Çünki sən məhkəməyə müraciət eləmirsən. İnzibati qaydada öz hüquqlarının müdafiəsi üçün sən tutaq ki, müraciət edirsən. Bir də var məhkəmə adından göründüyü kimidir. Və hər bir işimizə qərəzsiz yanaşılmalıdır, ağla batan müddətdə baxılmalıdır. Yenə də inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququmuz var və biz ümumiyyətlə bayaq dediyim kimi siyasi partiyaların, dövlət orqanlarının, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi, hərəkətsizlik nə deməkdir? Qanun pozuntusuna reaksiya verməmək, göz yummaq. Hərəkət də zaten qanun pozuntuları eləmək deməkdir. Ki, inzibati qaydada məhkəməyə biz nə edə bilərik? Şikayət edə bilərik. Record